Abiler akşamınız xeyir olsun, gününüz uğurlu olsun. Bu günləri sizlərlə bərabər Mortal Kombat 9-un, yəni MK9-un necə endiriləcəyinizi göstərəcəm. Necə endirilir və necə quraşdırılır. Banner Hub'da. Təbii ki, Banner Hub emulatorda necə quraşdırıldığını bu gün sizlərə göstərəcəm. Əvvəlcə Google'a giririk. Google'dan Steam Unlocked. Gəlin yeni bir səhifə açaq. Steam Unlocked yazırıq. .org. Yazdıqdan sonra bizi bu sayta aparacaq. Gördüyünüz kimi bu sayta gəldi. Beləçə bir saytdır. Ağ qırmızılı bir sayt. Bunun üstünə bir dəfə vururuq. Mortal yazmağımız kifayət edir. Gördüyünüz kimi 11 də var. Təbii ki 11 güclü telefonlar üçündür. Bizə 9 lazımdır. Axtarış bölməsinə basırıq. Bizə lazım olan MK9'dur. En aşağı geldiğimizde Mortal Kombat Complete Edition V1.06. Mortal Kombat ve XL de var tabii ki. XL isteyenler için de ayrıca XL de var. Legacy Edition da var. Ve en güçlü telefonlar için Mortal Kombat 11 de var. Bize lazım olan Mortal Kombat Complete Edition'dır. Bunun üstüne bir de basırıq. En aşağı gəldirik. En aşağı gəldiyimizdə burada gördüyünüz kimi bax yaşıl yerdə bastığım yerdə Mortal Kombat Complete Edition V size 8.66 GB. Bunun üstünə bir dəfə bastıq. Bizi belə bir sayta aparacaq. Upload Heaven'a. Belə bir sayta gedəcəyik. Bu sekundometri gözləyəcəyik. Bu dəqiqəni gözləyirik. Bu dəqiqəni biz gözləyəcəyik. O dəqiqəni gözləyəndən sonra biz free download'a basıb geri çıxırıq, təkrardan basırıq və bunu gözləyirik. Bunu gözlədikdən sonra və görürsünüz ki, endirilir. Mən endirməyəcəm, çünki məndə endirildiyi üçün, məndə olduğu üçün mən endirməyəcəm. Ona bir dəfə basdıqdan sonra endiririk. Burada endirildikdən sonra Zarchiver qutusuna gələcək. Download papkasına daxil oluruq. Endirdiyimiz yerə daxil oluruq. Tutaq ki, gəlin bundan bir misal çəkim sizlərə. Məsəl üçün, bu Mortal Kombat'dır. Bunun üstünə bir dəfə vururuq. Buraya çıxarda basırıq. Buraya çıxartdığımızda beləcə bir halla qarşılaşacağıq. Belə bir papkayla. Mortal Kombat Edition faylını biz burada görəcəyik. Üstünə də basdıqda gördüyünüz kimi MKK EXE-si var. Fayl RAR'dan çıxartdan sonra beləcə bir fayl gələcək. Buradan da çıxış edirik. Banner Hub'unda endirmə linkini ən birinci videoda mən sizlərə qeyd elədim. Birinci videoda yorumlar qismında var. Oradan girib Banner Hub'un APK-sını endirə bilərsiniz. Göstərim işlə vermişəm orada necə endirmək olduğunu. Banner Hub'a basırıq. Banner Hub'a basdıqdan sonra ən arxaya gəlib Import Games. Onun üstünə bir dəfə vurub PC Games'ə basırıq. Download papkasını axtarırıq. Girdik. Burada Mortal Kombat Edition gördüyünüz kimi papkası buradadır. Bunun üstünə bir dəfə vurup disk content bunun da üstünə bir dəfə vururuq və EXE. MKK EXE. Bunun üstünə bir dəfə vurduqdan sonra oyunun özü gəlir və confirm deyir. Confirm'ə basırıq. Confirm'ə basdıqdan sonra bax beləsinə bir şey gəlir. Burada işimiz bitmədi. Nə edirik? 3 nöqtəyə basırıq. View title details'ın yanında 3 nöqtə var. Onun üstünə basdıqda PC Game Settings var. Ona bir dəfə basırıq. Ona bir dəfə basdıqdan sonra generallar işimiz yoxdur. General stabil qalacaq. Generala əl dəymirik. Compatibility. Buna girəcəyik. Bizim işimiz buradadır. Daha aşağı orta-babat qrafiklərdə oynamaq istəyənlər üçün qrafik ayarlarını ayarlayacağam. Completed layer'ın üstünə bir dəfə vurub ən axırıncıya gəlirik. Proton 9.0 zəif telefonlar üçün təbii ki söhbət gedir. X64 3. Bunu endiririk, bunu basırıq, bunu seçirik. Translator paramsa gəlirik. Translator params custom olaraq sabit qalır. Burada nə edəcəyik? Bu yerə çox diqqətlə baxın, xahiş edirəm. Ən çətin bildiyimiz məqam budur. Save flags'ın üstünə bir dəfə basırıq. Default Balanced Handling. Bunu seçirik. Strong Memory də basit memory bariyerisi seçirik. Diqqətlə baxırıq. Aşağı gəldiyimizdə Big Block var. Bunun üstünə basıb ikincini seçirik. Larger Blocks. Aşağı gəldiyimizdə Weak Barrier var. Weak Barrier. Onun üstünə bir dəfə vururuq. Weak Barrier Optimizate. Bunu seçirik.
Bundan sonra da başqa işimiz qalmadı. Geriyə çıxırıq. Snapdragon telefonlar üçün məsləhət görəcəyim təbii ki budur ki, bu driver'ı Qualcomm 805 seçəsiniz. 805 stabil olaraq burada seçə bilərsiniz. Ancaq bu lap Snapdragon olmayanlar üçün də 805'i məsləhət görərəm. 805.0 biz bunu seçirik. Oyunun qrafiki açılsın deyə. Surface format sizdə RGBA 8 olacaq. Siz onu çalışın, o seçmeyin. BGRA 8 seçin. Niye? Çünkü RGBA seçdikdə oyun qrafiki şey olmağa başlayır. Artıq qara ekranlara, yəni ekran açılmamağa başlayır. Bug yaranır. Yəni fixlek bug yaranır. Yəni ona görə də BGRA 8 məsləhət görərəm. Bu Pulse olduğu kimi qalır. DXVK versiyonunu 2.3.1 seçirik. Daha düşük telefonlar üçün VKDK'lı 2.12 versiyasını seçəcəyik. Bu translatoru mən sizə 0.37 B1 məsləhət görərəm. Daha düşük oyunlar üçün, daha belə stabil oynamaq istəyənlər üçün B1 məsləhət görərəm. 0.37-ni. Burada da bunu seçirik və bunlara dəymirik. Geriyə çıxırıq. Oyunun oynanış qaydasını sizə göstərəcəm. Oyuna daxil oluruq. Hər bir şeyi detallı şəkildə sizlərə açıqlamağa çalışacağım. Nətər oynanılır, necə oynanılır, necə endirilir. Hər bir şeyini detallı şəkildə çalışacağım ki, videolarda hamıya göstərim. MK9'un açılmağı gözləyir və budur. MK9'umuz da açıldı. Oyunun açılmağı gözləyirik. Düzdür, burası biraz gec açılır. Təbii ki, ana başlıqdır deyə burası biraz gec açılır. Aha. Və gördüyünüz kimi oyun açılmağa başlayır. Biz bu yerlərini keçəcəyik. Təbii ki olaraq biz bu yerləri keçəcəyik. Bu yerləri təmiz keçirik. Və gördüyünüz kimi dostlar, sorunsuz və problemsiz şəkildə oyunumuz açıldı. Rahat da oynaya bilərik. Gəlin, hətta istəyirsiniz bir döyüş oyunu da oynayaq burada. Məsəl üçün, təhpətək oynamaq istəyirəm. Basırıq. Təhpətək dediyimiz, yəni challenge olaraq təhpətək. Buna basırıq. Və istədiyimiz karakteri buradan seçə bilirik. Mən nə bilim, misal üçün. Mən noobla oynayacağım. İstədiyimiz şeydə də eləyə bilərik. Mən çətində oynayacağım. Hətta bir oyun sizə göstərim. Və budur, gördüyünüz kimi rəqiblərdir bunlar. Rəqib Smoke'dur. Açılma qaydasını, oyunun gedişatını, hər bir şeyini sizlərə çalışacağım. Göstərim, necə yüklənir, necə oynanılır, nətər olacaq, hamısını sizlərə detallı şəkildə anlatırım. Sonra bir problem çıxmasın, yəni bir problem yaşanmasın deyə hamısını sizlərə göstərirəm. Noob Smoke'a qarşı. Və baxın. Burada qumlu havadır ya. Və budur. Rahat donmadan gördüyünüz kimi. Rahat donmadan gördüyünüz kimi oynaya bilərsiniz. Gördüyünüz kimi. Rahat şəkildə oynaya bilirsiniz. İstəyən olsa qrafiklərini də aşağı sala bilər, heç bir problem yoxdur. Yəni bunu başa salmağa çalışırdım ki, MK budur, Mortal Kombat'ı yüklənmə qaydası budur. Sadəcə izahlı şəkildə qaydasını sizlərə izah elədim. Yəni Mortal Kombat'ın oynanma qaydası budur. Buradan da çıxırıq.